Herkese salam. Təmizlik vloqumuzun ikinci partındayıq. Bugün bu otaqda elə kimi çox iş yoxdur. Pəncərələri silərəm. O askının güzgüsü var, qapı var silinməli. Bir də polları silərəm, süpürərəm. Belə. Bir də sizdən bir sualım olacaq ki, bu məndə belə bir gül var. Bu gün niyəsə belə solurda, yəni özünə gətirə bilmirəm mən bunu. Nə edə bilərəm ki, sağalsın bu gül? Artmır, rəngi falan da belə olub qalıb, yarpaqları da çox azdır. İndi başlayaq təmizliyimizə. Əslində videonu bir neçə gün əvvəl çəkmişəm, amma videonu hazırlaya bilmədiyimə görə paylaşmamışdım. İndi oturdum, heç bir işim yoxdur. Oturdum ki, videonu hazırlayım, atım YouTube'a. Əgər videolarıma baxırsınızsa, bəyənirsinizsə, kanalıma abunə olun ki, mən daha çox videolar çəkməyə həvəsləneyim. Abunə olmayanda və yaxud da ki, bəyənli, yorum gəlməyəndə insan həvəsdən düşür və artıq paylaşım eləmək istəmir. Buna görə də sizdə zəhmət olmasa kanalıma abunə olmağı və yorum yazmağı unutmayın. Mən evlənməmişdən qabaq bacılarım deyəndə ki, yaz təmizliyi edirəm. Mən onlara deyirdim ki, onsuz da evinizi hər gün təmizləyirsiniz, hər gün silirsiniz. Niyə yaz təmizliyi öz olaraq edirsiniz? Özünüzə əziyyət verməyin. İndi özüm evlənmişəm və görürəm ki, həqiqətən də yaz təmizliyi lazımlı bir şeymiş. İndi anlayıram onları. Əslində hər birimiz evimizi təmiz saxlayırıq, həmişə yəni sil süpür edirik, amma məncə hər bir qadın indi keşfetimdə də görürəm ki, hər kəs yaz təmizliyi edir və bunu paylaşırlar. Hər kəs edir yəni bunu. İnsan böyüdükcə, ailə qurduqdan sonra daha çox hər şeyi anlamağa başlayır. Əvvəldən subay vaxtımdan hər şeyi anlamırsam daha çox gəzməyi, əylənməyi. İndi də əslində elədir. Gəzməyi, əylənməyi çox sevirəm, amma evimin təmizliyinə də, yəni belə şeylərə də vaxt ayırmağı sevirəm. Mən bu YouTube səhifəmi artıq bir ildir ki, işlədirəm. Evli olmamışdan qabaq açmışdım mən bu YouTube səhifəsini. Oradan da çox yeməkli videoları paylaşırdım. Orada gördüyüm işləri, həyatda gördüyüm işləri, gül əkmək falan filan belə şeylər paylaşırdım. İndi də onu davam etdirib səhifəmi daha aktiv hala gətirməyə çalışıram. Sizdən də yəni sadəcə bir xahişim olacaq ki, səhifəmə abunə olun. Başqa heç nə istəmirəm sizdən. Əslində mən Novruz bayramında öz evimdə qeyd edən deyiləm. Qaynanamın istirahət günləri məhdud olduğuna görə Novruz bayramında ona istirahət günü veriblər. Ona görə də onunla bir yerdə anamgilə gedəcək. Orada bir-iki gün qalmağı düşünürəm. Yəni ona görə də Novruz bayramını da orada qeyd edəcəm. Buna baxmayaraq düşünürəm ki, evdə yenə də hazırlıq görmək lazımdır. Qaynanam da deyir ki, yəni süfrəvi hazır, bəzənmiş formada hazırlayarsan, mən də onun dediyi kimi hazırlayacağam. Bu Novruz bayramının atributlarından olan şəkərbura, şora və paxlavanın arasında ən sevdiyim paxlavadır. Ona görə sadəcə paxlava hazırlayacağım. Süfrəyə çərəzlər falan filan belə şeylər düzəcəm. Yəni şirniyyat olaraq sadəcə paxlava hazırlayacağım evdə olmadığıma görə. Bunun da videosunu sizə çəkib paylaşaram istəsəz. YouTube'da baxıram paxlava reseptlərinə, amma görürəm ki, orada uzun-uzadıdır. Mən isə sizə ən rahat yolla paxlavanı necə hazırlaya biləcəksinizsə, yəni gürtac üsulu necə hazırlamaq olarsa, ən rahat üsulla onu göstərəcəm sizlərə. Danışa-danışa artıq videonun sonuna da gəlib çatdıq. Aşağıda yoldaşımın səhifəsində qeyd edəcəm. Ona da abunə olsa sevinərəm. Gələn videolarda görüşmək üzrə. Sağ olun, sağlıqla qalın.